Mənə çoxları deyirlər ki, araşdırmacılar bunu deyir, onu deyir. Siz bir Nadim Əlixanovun tarixinə baxda proqnoz verdiyini, əvvəl baxır sizin Jirinovski ilə hansısa türk kanallarında araşdırmacılar əvvəl dedi, yoxsa Nadim əvvəl dedi. Anamın əziz canına and olsun, yalan deyənin şərt atanın da anasının bəlasına düşsün həmən adamlar, burada məni paxıl olaraq yazanların. 2014-13-cü ildən 2025-ci ilə qədər dünya savaşı olacaq deyən bu Nadim Əlixanov ofisial Instagram səhifəsinə açın, orada yazılar var, keçmiş videolara. Biz tez-tez paylaşırıq. Görməyənləri də xatırlayıram. Niyə deməyə çalışıram? Dünya savaşa gedir. Dünya büyük savaşa aparırlar. Masonlar, dünyada gözə görünməyən qüvvələr ortalıqda yalandan faktları qoyaraq dünya iki balanslı şəkildə savaşa aparır. Məqsəd insan azaltmaqdır, məqsəd şəhərləri çökürtməkdir, təzə era gətirməkdir. Bunları görməyən, anlamayan insanlar çıxır bu dəqiqə büyük televiziya kanallarda filan növəyə görə bunu vurur. Biz bilirik də bunu aylardır, artıq illərdir son deyirlər filan ayları nüvəyə görə vururlar. Budurmu sizin araşdırmacılarınız? Budurmu sizin politologlarınız? Hansı adam son bu aylarda dayanmadan maydan sonra o kadar videoları part paylaşıblar ki, çünkü bu hisslərim deyir. Herkes öz hisslərə inananda o sözü deyər dayanmadan. Necə dənə video var mənim bu kanalında, Instagramda Nadim Əlixanovun dediyi sözlər. Açın, baxın da. Mən baxıcıyam da, ekstrasiyasam deyə gərək məni dini cəhətdən qəbul eləmir. Cahillik eləyib doğru sözləri qəbul eləmək istəmirsiniz. Hansısa bir qorxuda olan insanlar doğru sözləri, proqnozları qəbul eləmək istəmirsiniz. Bir var ki, bax bu pəncərədən raket başına düşsün, Allah uzaq eləsin də. Məsəl üçün İranda oturanları, İsraildə oturan. Bir də var ki, biləsən ki, burada zəlzələ olar, falan olar, burada oturmayasan da. Yəni sözüm odur ki, dünyada olan hər kəs üçündür bu proqnozlar. Mən kimin üçünsə bir şey deməmişim. O yüzden Nadim Əlixanov bir neçə aylar qabaq sizə baş verəcək təxminən hadisələrə içmə damanda həmişə deyib də. Ağ kepkada bu köynəkdə İran orada yazılmış Trump'ın Netanyahu ilə danışdığı günündə savaş biz eləməyəcəyik, danışıqlara gedəcək. Dedim ki, mən bugün ayın bunu savaş görürəm. Bu kadar tarixə qədər bir adamı mənə Allahın aşkına bir adamı tapın göstərin də. Qarabağ savaşı gedəndə də 45 gün savaş dedi, 44 gün oldu. Bugünü də ayın 11-i savaş olacaq dedi, ayın 12-si savaş başladı da. Hə, təhlilçilər deyə bilər, bu ola bilər, ola bilməz. Həmən sizin təhlilçilərin içində bu İran söhbətləri, savaşları olacaq deyə illərdir gedir bu söhbətlər deyənlər yox idimi? Həmən onu deyib savaş olmayacaq adamları bu dəqiqə siz efirlərə çağırmırsınızmı? Rəy verməyə, insanlara... Elə deyil, bilirsiniz necədir? Heç kim düşünməsinlər ki, bugünüm mənim yaxşı günüm var deyə. Dünyada İtaliya, yəni İngiltərə, Fransa, Avropa yönlü ölkələr düşünməsinlər ki, bu bölgədə bu gərginliklər var, sabah o Avropaya düşməyəcək. Bax, bu proqnozu sizə verirəm. Dünya savaşdan gedir söhbət. Avropada, Latın Amerikada, Güney Kore'də hər yer savaş alına gətirmək istəyirlər. Amma yavaş-yavaş örgəşdirərək. Bu İran savaşı bir müəyyən xadında saxlamaq istəsə də bir başqa bölgədə sonra və bu cür bu savaşlar bitən deyil. Bunlar büyüdürlər. Filistini hal-hazırda yaddan çıxardır. Biz hamımız dünya meclisi İrana baxır. Amma Filistini demək olar yerlə leksan eləyirlər. Orada insanlar yaşayırlar. Dünya sivilləri bunları görmədikcə. Nətər ki efirlərə boş nüvəyə görə dalaşır, ona görə danışır. Buna kimi danışan adamların təhlillər edən adamları çıxardıb başımızı nəyə görəsə savaş olur deyə qatdıqca o qədər də sivillərin öldürməyə onların əlində şans olacaq. Dünya idarə edən şəxslər bir məqsədi var: insan azaltmaq, şəhərləri çökürtmək, təzə elə gətirmək. Bunu xətt çəkərək başa düşmək lazımdır. Nələr ki efirlərdə təhlilçilər deyirsə, hamısı bütün efirlər, dünya medialar, təhlilçiləri ona görə çıxardırlar ki, savaşın səbəbləri millətə göstərsin ki, beyinləri yesin. Bugün savaşlara baxan insanlar o kadar savaş görür ki, bir söz var, biz neyə bilərik? Biz demədik nəsə eləmək lazımdır. Amma yalancıların
rəylərinə də inanmaq da lazım deyil. Hər kəs başa düşməlidir. Özünüzü necə qorumaq lazımdır? Dünya üzərində gedən böyük proseslərə mən İran barədə, İranda olan bizim Azərbaycan xalqlar barədə dəfələrlə bunu demişdim ki, İran üçün böyük savaş gəlir. Bu adi sözlər olmayacaq. Bu böyük savaş olacaq və savaşa dönəcək. Bir çoxları bu sözlər 50 ildir deyirdi var, amma savaş yoxdur. Mən deyirdim bu dəfə elə olmayacaq. Bu dəfə başlayacaq və gedəcək. Təhlilçilər bəli deyənlər olub, amma kimsə buna ekstrasens hiss eləyən, hisslərə məxsus olan adam qulaq asıb və onun nəyinə inanmaq lazım olduğunu baxmalıdır. Bir ekstrasens hisslərə güclü olan adam o demək deyil hər şey hər an görə bilər. Yox, elə şey də yoxdur. Amma arada olur ki, ürəyimə damır. Mən savaş gedəndə də, savaş ərzində təhlillər edirdim. Bir gün ürəyimə damdı ki, bu 45 günündən sonra bitəcək. Var da, Nadim Elixanov ofisial kanalında var. Aç bax, Instagramda. Bugün də deyirəm ki, bu savaş dünya savaşlara gedəcəyini hər dəfə deyirdim və indi də deyirəm. Bunlar insan azaltmaq üçün edilən şeylərdir bunlar. Birinin əlini zəifləşəndə o birinə deyir ki, biraz stop elə, onu gücləndirir. Yəni birini zəifləşərək o birini güclü olaraq bitirmək yoxdur. Balanslı şəkildə zəifləşənə güc qataraq savaşı uzun müddətə doğru apararaq böyük bir savaş halına gətirir. Bunu görməmək sadəcə cahil olmaqda bugünkü gündə. Bunu 2015-ci ildə görmək hisslər deməkdir. Bu yaxınlarda maydan sonra dünya fəlakətlərə, böyük savaşlara, qan halına gələcək deməsi dünyanın bir çox bölgələri bu dayanmadan İranları barədə paylaşmaq. Bu artıq hiss məsələsidir. Ayın 11-i Trump baba, Netanyahu baba ilə zəng edib danışanda ki, bu savaş İsrail onu İranı vurmaq istəyən deyəndə, yox, gözlə, biz nüklər barədə danışıqlara gedəcəyik. Okey, razılaşdı, danışıqlara gedir. Mən o videoyu həmən Trump babanın danışdığı günü ayın 11-i, iyulun 11-i ayın, bu 2025-ci ildə Nadim sizə nə dedi? Dedi ki, bu günlü, yəni ayın bir tarixi də deyərək savaş başlayacaq. Sabahki gün başladı, əziz dostlar. Dilimlə çıxdığı sözlər və tarix hər şey ortalıqdadır videonun altında. Savaşın başladığı vaxtında tarixə də bax. Bununla onu demək istəyirəm ki, biz efirlərdə, dünya üzərində, mediada, kanallarda, Rusiyada, Türkiyədə o efirlərə çıxan təhlilçilərə qulaq asaraq, nəyə görəsə inandıqca bir şey başa düşək ki, bütün dünyada insan azaltmaq prosesə gedir. Oraya gətirib çıxardır. Buna görə dünya hərəkət eləməlidir. Bütün bu cür məsələləri dünya başa düşməlidir. İngilis də, fransız da, o da, bu da. Hamısı başa düşməlidir. Hamısı başa düşməlidir. 10, 15, 20, 30, 40 nəfər milyardlarla insanı öləcək qərarları verdiyini bu milyardlar başa düşür. Özləri öz əlləri ilə öldürülməsi üçün efirlərdə bizi nüvəyə görə. Sən nüvəyə görə İranı vurdun, vuracaqsan. Sən nüvənin inkişaf eləməməyin qabağını alırsan İsrail və ya Amerika. Okey, alırsan. Alırsan onun qabağını. Nə cür halda alırsan? Milləti, dövlətləri, oranı buranı qataraq dünya halına gətirir. Sən dünyanı qorumaq üçün nüvə qabağını alan adam, amma gözünün elədiyin hər dünyanın savaş qırğını yaradırsan. Dilində bir şey deyirsən, məqsədi nədir biz görmürük. Bunu görməmək sadəcə cahillik deməkdir. Sağ olun.